Mən Musayev Tofiq, Rizin Grand Prix'sinin çempionu, UFC döyüşçüsü və yığma komandanın üzvü. Uşaq vaxtından idmana həvəsim olub. Yəni bizim də federasiyanın prezidenti Azad Əsgərov vaxtı ilə bildiyiniz kimi Azərbaycanda heç qaydasız döyüşü vuruşan insanlardan biri olub. Azad Əsgərov baxıb bu idman növünə gəlmişik. Başlamışıq özümüzü bu yarışlarda sınamağa. Biz də alındıqdan sonra beşkar döyüşlərə qatılmışıq. Yəni bu idmana gəlməyimizin əziyyəti, zəhmətidir ki, bugünkü gündə bu yerlərə gəlib çıxmışıq. Respublika çempionatlarında, beynəlxalq turnirlərdə özümü sınayandan sonra gördüm ki, bu məndə alınır. Artıq peşəkar davam elədim. Təxmini 2006-cı illər idi. Mən Qazaxstanda ilk döyüşümü döyüşmüşəm. Peşəkar döyüşümə çıxmışam. Və ondan sonra artıq həmin yarışda öz gücümüzü sınayandan sonra gördüm ki, bu məndə alınır. Artıq demək olar ki, mən peşəkar başladım bu idman növündən məşğul olmağa. Mənim də həyatımda ən böyük deyərdim ki, tanınmağımda, döyüş üslubundan fərqlənməyimdə böyük rol olan Rizin təşkilatı olub. Rizin təşkilatında Rizin Grand Prix'sində 2019-cu ildə udmuşam və tur saytlarında bir çox tanınmış idmançıların siyasında düşmüşəm. Bu da mənim üçün deyərdim ki, MMA tarixində ən sahib seçilən idmançıların sırasına qoşulmaq mənim üçün bir qürur verici bir hissdir. Rizində mənim final görüşüm yadda qalan olub, final görüşüm. Çünki mən bir gündə 2 dənə döyüş görüşmüşəm. Orada mənim ən maraqlı döyüşüm Johnny Case ilə və Patrick Ferreira Pitbull'la olub, final döyüşü. Bir də deyərdim, xüsusilə qeyd etmək istəyirəm ki, Bellator'da mənim ilk döyüşüm idi, debut döyüşüm idi. Debut döyüşdə kəmərə namizədi rəqiblə mənə verildi, Sidney Outlaw ilə. Sidney Outlaw-da bir çox tanınmış idmançılara qalib gəlib və mənə onunla verdilər. Mən də bu döyüşə razılıq verdim. Elə demək olar ki, birinci raundda qalib gəldim. Yəni bu da mənim üçün demək olar ki, bir yadda qalan bir döyüş olur. Mən heç vaxt rəqib seçməmişəm, çalışmışam ki, harada güclülər var, onlarla mübarizə aparım. Güclü döyüşlərin üzərində qalib gəlməyə, sınamağa həmişə özümüzə borc vermişik. Çəki salmaq prosesi bilirsiniz ki, yəni az çəki salmırıq. Təbii ki, biz 20 gün içində 15 kilo, 16 kilo çəki salırıq. Buna baxmayaraq, biz bu döyüşə razılıq verdik. Rəqibimiz çəkisini sala bilməsə də, məndən 5-6 kilo artıq gəlsə də, bu bizim üçün təbii ki, çıxış yolu deyil. Mən bu döyüşü qəbul eləməkdə məcbur idim. Çəki salma prosesini demək olar ki, biz layiqincə yerinə yetirdik və taktiki texnika hazır idik. Sadəcə indi alınmadı, istədiyimiz kimi döyüşü alındıra bilmədik. Səhvlərimizin üzərində işləyirik və növbəti döyüşdə hər şey bir tam fərqli yanaşacaq. Bu idmanda udmaq da var, uduzmaq da var. Həmin günə demək olar ki, bizim günümüz deyil idi. Biz bunu belə qəbul edirik. Sadəcə yaxşı hazırlaşıb, səhvlərin üzərində işləyib, qayıdıb, qalib gəlib, birinci növbədə özümə sübut eləməliyəm, başqa yerli publikaya yox. Hər şeyi insan gərək öz-özünə sübut eləsin. Mənim rəqibim qırğız idmançısı Oralbay ilə mən döyüşə artıq demək olar ki, Taylandda hazırlaşırdım. Taylandda hazırlaşandan sonra artıq çəki salma prosesində mən Bakıda davam elədim və çəki saldıq. Sadəcə olaraq döyüş üslubundan deyərdim ki, o haradaca onun bir məqsədi var idi, amalı var idi ki, məndən ancaq güləşsin. O da onu elədi. Yəni ayaq üstə döyüş davam eləsə də biraz tam başqa cür olardı. Döyüşün taktikasını, gedişatını dəyişmək olardı. Yəni qismət deyərdim. Yəni qanında, canında döyüş ruhu varsa o insan birinci növbədə bu boyda publikanın rəğbətini qazanmaq, sevgisini qazanmaq, döyüşdə uduzmaq olar, amma onların sevgisini uduzmaq olmaz, təbii ki. Yəni mən onun yerli publikadan o dəstəyi hiss elədim və gördüm. Yəni mənim üçün ondan qürur verici bir hiss yoxdur. Mən çalışıram ki,
ilk növbədə özümə və ikinci növbədə də ki, yəni öz yerli publikama, millətimə, xalqıma görə bu günə kimi onlar üçün döyüşmüşəm, istər cəbhədə, istər idman arenasında. Bu gündən sonra da canımdan, qanımdan keçib bizdən sonra gələn gənclərə nümunə olaraq biz ancaq ölkədə çalışmalıyıq ki, döyüş ruhunda böyüyən uşaqlar yetişdirək və gələcəkdə UFC-də bir yox, bir neçə dənə idmançı olsun. Mən asudə vaxtlarımı demək olar ki, at çapmaqla məşğulam. Mənim hobbimdir deyərdim. Mənim özümün atım olduğuna görə gedirəm at çapmaq. Ümumiyyətlə buradan gənclərə demək istəyirəm ki, yəni özünüzü hansı idman sahəsində görürsünüzsə, yəni o idman növündən də məşğul olun və çalışın tutduğunuz yolda daima axıra kimi irəliləyin. Uğursuzluq varsa, uğur da var. Uğura gedən yol həmişə əziyyətli olur. Çalışın ki, tutduğunuz yolda əzmkar olun, daima uğur sizindir.